Hər vaxtınız xeyir olsun. Bugün bir çox ailələrdə danışılan, amma çox vaxt başa düşülməyən bir mövzudan bəhs edəcəyik. Uşağın gecə xoruldaması normaldır, tez-tez boğaz ağrısı, soyuq dəymədir. Bütün bunların arxasında burun və boğaz əti dayanır. Bu suallarınıza cavab tapmaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Boğazda və burunda olan artıq adlandırılan ətin düzgün müalicə metodu necə olmalıdır? Niyə kiçik yaşlarda aparılan əməliyyat daha rahat keçir? Hansı hallarda burun və boğaz əti əməliyyat olunmur? Məşhur qonağımız neçə yaşında bu əməliyyatı etdirmək məcburiyyətində qalıb? Bütün bu suallara cavab az sonra yaxşısı budur da. Burun əti, yəni adenoid burun arxasında yerləşən immun toxumadır. Boğaz əti isə hamımızın bildiyi badamcıqlardır. Əslində onlar orqanizmi qoruyurlar, amma həcmləri böyüyəndə problem yaradırlar. Damaq badamcıqları əsnəyimizin yan divarlarında yerləşən limfa toxumalarıdır. Bu toxumaların iltihabi xəstəliklərinə tanzilit deyilir. Tanzilitin kəskin və xroniki formaları olur. Boğaz burun əti, yəni adenoid və tonzillər biz doğularkən olur, hər birimizdə var. Ona görə kimsə deyirsə ki, doktor, məndə boğaz ətim varmı? Əlbəttə ki, var. Sadəcə bu ətlər nə zaman artıq hesab olunur? O vaxt ki, artıq xəstəliklər törədir, uşaqların həyat keyfiyyətini pozur və ciddi şəkildə təkrar xəstələnmələrə səbəb olur. Bu zaman bəli, ona artıq ət deyib əməliyyat məsələlərinə baxmaq olar. Belə isə boğaz və burun əti heç də artıq ət deyil və o bizim qoruyucu funksiyanı daşıyan limfa toxumalarının bir hissəsidir. Biz uşaqlarda burun əti, adenoidin və badamcıqların böyüməsinə çox rast gələ bilirik və bu hər böyümə təhlükə demək deyil. Bu virus infeksiyalarından bağlı ola bilər, allergiya bağlı ola bilər. Bir də tez-tez xəstələnmə hallarında müşahidə oluna bilir. Bu zaman nə olur? Limfoid toxumalar şişir, müvəqqəti orada böyümə olur və bu infeksiya keçdikdən sonra 2-4 həftə ərzində kiçilə bilir. 3 yaşdan aşağı uşaqlarda vacib olmadıqda badamcıq əməliyyatı icra edilmir. Ancaq bəzi təcili vəziyyətlərdə bu yaş həddi nəzərə alınmaya bilər. Burun əməliyyatında isə yaş həddi nəzərə alınmır. Gedək, gəl. Amma bəzi xüsusi durumlar var ki, biz 3-7 yaşı gözləmirik. Çox kiçik yaşlarında, yəni doğuşdan böyük olan adenoidlər uşağa nə kimi fəsad verə bilər? Uşaqlar qidalanmaqda ciddi şəkildə problem yaşayırlar. Yəni deyək ki, bu uşağın burun əti doğuşdan çox böyükdür, 8 aylıq bir uşaqdır. Biberonlardan yemək yeyərkən ağız da qapanır və uşaq nəfəs ala bilmir. Bu zaman uşaqlar əlbəttə ki, ağzını açaraq nəfəs almaq istəyir və yeməkdən imtina edirlər. Bu kimi hallarda uşaqlar ciddi çəki itkisi yaşayırlar, inkişaf zəifliyi olur bu uşaqlarda və bizim əməliyyat etdiyimiz kateqoriya uşaqlar da bunlar idi. Bir neçə nəfər olubdu. Bunlar çox böyük say hesabı deyil, amma bu kimi hallarda nə zaman ki uşaq çox kiçik yaşlardadır və burun əti çox böyükdür və onun ciddi şəkildə həyat keyfiyyətini pozur, apnoya, tənəffüs dayanması kimi şikayətlər verir. Bu zaman biz həmin körpələrdə artıq yaş faktoruna baxmırıq və onları əməliyyata alırıq. Uşaqlarda adenoid əsasən 3-7 yaşında daha çox böyüyür, amma 10-12 yaşında kiçilməyə başlayır və ona kimi əgər uşaqlarda ciddi bir problemlər yoxdursa, apnoya yoxdursa, o zaman müalicə ilə qarşısını ala bilirik. Yox, əgər çox ciddidirsə 3 yaşdan, yəni ondan aşağı da bəzən əməliyyatlar ola bilir. Məsələn, bunlar soruşurlar bizdən, təkrar yarana bilirmi? Ola bilir. Dediyimiz kimi təkrar allergikləri nəzarət olunmayanda, düzgün müalicə olunmayanda, əməliyyat zamanı adenoid götürülməyəndə təkrar hallarda biz ona rast gələ bilirik. Boğazda artıq ətin olması hissi bir çox insanı narahat edən yayılmış şikayətdir. Bu narahatlıq tibbi diaqnoz olmasa da boğazda hansısa problemlərin mövcudluğuna işarə edir. Bəs artıq ətlər hansı fəsadlara yol açır? Birincisi nəfəs problemi yaradır. Bu zaman uşaq burunla yox, ağızla nəfəs alır. Bu da yuxu pozğunluğu və yorğunluğa gətirib çıxarır. Xoruldama, yəni bu nə olur?
obstruksiya yaranır, nəfəs ala bilmirik. Bu zaman ağzı açıq yatırıq. Ağzı açıq yatanda da normal nəfəs ala bilmirik. O zaman da oksigen beyninə normal getmir və bu zaman nəfəs darlığı ola bilir. Xoruldamalar güclü olur. Bu zamanda uşaqlarda oksigenin səviyyəsi azalır, dərin yuxu fazası azaldığı üçün uşaqlar gündüzlər yorğun ola bilirlər, diqqət pozuntularına rast gələ bilir. Lap dərin hallarda isə nəfəs xoruldadıqda, dərin nəfəs ala bilmədikdə sinə içəri bata bilir və güclü tərləmələr ola bilir. 3-7 yaşlı uşaqlarda bu simptomların kəskinləşməsi daha çox görülür. Çünki bu yaşda uşaqlar bağça dönəminə, məktəb dönəminə qədəm qoyurlar və tez-tez viral infeksiyalarla, yuxarı tənəffüs yolları infeksiyalarla qarşılaşır. Adenoid toxuması da limfa toxuması olması səbəbindən buna reaktiv olaraq öz fəaliyyətini, belə deyək, kəskinləşdirir və adenoidit, tez-tez xəstələnmə əslində elə çox vaxt o olur. Adenoidit şəklində özünü göstərir. Amma əgər bir uşaq gecələr yatarkən ağzı açıq olursa, xoruldaması varsa, tənəffüs dayanması varsa, tez-tez qulaq iltihabları ilə üz-üzə qalırsa, çox uzun sürəli öskürək varsa uşaqda, bu zaman biz onda adenoid toxumasının böyük olması şübhəsini nəzərimizdə saxlamalıyıq və bu zaman mütləq həkimə müraciət etməliyik. Tonsillit ağırlaşması uzun müddətli olduqda, lazımi müalicə aparılmadıqda baş verir. Badamcıqlar infeksiya ilə mübarizə apara bilmədikdə, proses badamcıq ətrafı toxumaya keçib, paratonziliar abses, aşağı tənəffüs yollarına keçdikdə isə faringit və bronxit əmələ gətirir. Xroniki tonsillit, yəni boğaz ətində uzun müddətli ağrılar nəticəsində daxili orqanlarda revmatizm, ürək qüsurları, miokardit, endokarditlər, ağciyər xəstəliklərinin kəskinləşməsi, immunitetin əhəmiyyətli dərəcədə zəifləməsi kimi problemlər baş verir. Bu şikayətlər uşağın həyat keyfiyyətini ciddi şəkildə pozur deyə daha sonrasında özü ilə bir çox fəsadlara da gətirib çıxardır. Hətta ürəkdə mitral qapaq, trikospit qapaq yetməzliyi dediyimiz hallarla belə bir qrup uşaqlarımız üz-üzə qalır. Ona görə də əgər şikayətlər varsa, bunu heç bir şəkildə görməzdən gəlmək olmaz. Çünki adenoid toxumasının böyüklüyü nəinki uşaqlarda çənə deformasiyası, dişlərin pozulması, üz skeletinin tamamilə dəyişməsinə, hətta ürəkdə qapaq yetməzliyinə qədər gətirib çıxarda bilir. Əgər uşaqlarda gecə apnoya deyirik, nəfəs dayanırsa, tez-tez irinli otit olursa, nazofarengisin 70-75%-dən yuxarı tutulmaları olursa, bunlar təhlükəli sayılırlar. Əsasən adenoid eşitməyə təsir edə bilir. Nə olur? Yevstah bağlanır. Bağlandığı üçün orta qulağa maye yığılır. Tez-tez irinli otitlərə rast gəlirik. İltihabi proseslər ola bilir. İrinli otit, seroz. Bu zamanda uşaqlarda eşitmə zəifliyi, burun, qulaq tutulduğu üçün ona görə də yüksək səslə danışırlar. Bəzən eşitmələr təkrar çağıra bilirik. Boğaz əti əsasən təhlükəsizlik qapısı rolunu oynayır. İmmunitetin yaranmasında iştirak edir. Amma bəzən valideynlər uşağın immun sisteminin zəifləməsini səbəb gətirərək cərrahi müdaxiləyə üst tuturlar. Boğaz ətləri də çox aktual, uşaqlar arasında davamlı nənələrin, babaların bizə doktor bunun boğaz əti var, gəlin bunu əməliyyat edək dediyi nüanslardan olan sahədir. Amma boğaz ətinə yanaşma da tam fərqlidir. Yəni ki, əgər ildə 4-5 dəfədən artıq yüksək hərarətlə uşağın qızdırması olmursa, angina olmursa bu uşaq ciddi şəkildə boğaz ətləri böyüyüb onun tənəffüs problemləri yaratmırsa, qidalanmasında bir problem yaratmırsa, biz bu boğaz ətlərini almağın tərəfdarı deyilik. Bayaq da qeyd etdiyim kimi, çünki bu bizim qoruyucu orqanlarımızdan biridir və bunun əməliyyatı hər zaman göstəriş əsasında icra olunmalıdır. Yəni heç bir şəkildə biz durduq yerə nə boğaz ətini, nə burun ətini əməliyyat etməyin tərəfdarı deyilik. Badamcıqlar, yəni hər ildə 1-2 dəfə angina keçirirsə, bu təhlükə demək deyil. İl ərzində 7 dəfənin üzərində 1 il ərzində, 2 il ərzində 5 dəfənin üzərində və 3 il ərzində 3 dəfənin üzərində badamcıqların iltihabına rast gəlirsə, bu bizim üçün təhlükədir. Yuxuda əgər yatan zaman apnoya olmursa, müalicəyə tabe olursa, nazofarengiz, yəni 50-60%-də tutulma varsa, müalicə zamanı biz bunun qarşısını ala bilirik. Təhlükə o zamandır ki, dediyimiz apnoya olur, üz quruluşu dəyişir, adenoid sifət alır uşaqlarda, güclü xoruldamalar olur, tərləmələr olur və bu da uşağın fiziki inkişafına da təsir edə bilir.
Bir qayda olaraq damaq badamcığı çıxarıldıqdan sonra xroniki infeksiya ocağı aradan qaldırıldığı üçün uşaq iltihabi xəstəliklərə daha az tutulur. Ümumiyyətlə, badamcıq olmadıqda onunla bağlı hər hansı bir problem, ağrı, xəstəlik də yaranmır. Məsələn, uşaq heç vaxt angina olmur, amma onun orqanizmində faringitin yaranma ehtimalı olur. Əməliyyata mane olacaq hər hansı bir ciddi sağlıq problemi olmayan yetkinlərdə də badamcıqlar çıxarıla bilər. Amma yetkin şəxslərdə sağalma prosesi uşaqlara nisbətən fərqli olur. Boğaz əti və burun əti bizim ən çox icra etdiyimiz əməliyyatlar sırasındadır. Amma bu hər zaman reklam olunduğu kimi qansız, ağrısız, lazerlə, bu kimi müddəalarla çıxış etmək heç bir şəkildə doğru deyil. Çünki boğaz əti əməliyyatı da, yəni tonzillektomiya da, adenoidektomiya da bu bir əməliyyatdır və bu əməliyyatın həm cərrahi riskləri vardır, həm anestezi riskləri vardır. Çünki bu əməliyyatlar ümumi anesteziya ilə icra olunur və biz pasientlərimizi əməliyyat öncəsində gördüyümüz zaman detallı şəkildə həm əməliyyat riskləri haqqında, həm anestezi riskləri haqqında onları məlumatlandırırıq. Çünki bunu bilmək, xəstəliyi bilmək, xəstəliyi anlamaq, əməliyyat haqqında məlumat almaq hər bir pasientin borcudur ki, biz də bunu bacardıqca toplamağa və pasientlərin valideynlərlə, çünki adətən uşaq yaşlarında bu əməliyyatlar icra olunur, pasientin valideynləri ilə bu şeyləri müzakirə etməyi ən önəmli nüans hesab edirik. Danışdıqlarımızı nəzərə alsaq, ancaq bu o demək deyil ki, böyük yaşlı insanlarda boğaz əti əməliyyatı icra olunmur. Boğaz əti əməliyyatı böyük yaşlarda icra oluna bilir, amma o nisbi göstərişlər əsasında. Məsəl üçün, praktikamızda icra olunmuş böyük yaşda 54 yaşında bir xanımı boğaz əməliyyatı icra etdik. Nəyə görə? Çünki o həmişə gəlirdi, bizə daimi pasiyentimiz idi ki, doktor, mənim boğazımda tonzillərim, yəni boğaz ətlərim üzərində ağ-ağ pendir formasında formalaşmış və çox bərbad qoxusu olan tonzil daşları əmələ gəlir və bu məni çox ciddi şəkildə narahat eləyir, xroniki yorğunluq verir, davamlı ağız qoxusu, davamlı ağızda müxtəlif fərqli, xoş olmayan dad mənim həyat keyfiyyətimi pozur. Bu nisbi göstərişdir və nisbi göstəriş əsasında biz həmin xanıma əməliyyat etdik və çox şükür ki, heç bir fəsadsız. Hal-hazırda da həmin xanım bizim pasiyentimizdir və kontrol müayinələrə gəlir. Nəticə etibarilə fəsadsız, çox da normal əməliyyat icra olundu və xanım çox məmnundur. Ancaq bu qrup pasiyentlərdə biz həmişə deyirik, sizdə mütləq göstəriş deyil, sizdə nisbi göstərişdir. Yəni bir növ bu məni narahat edir, mən bunu əməliyyat etmək istəyirəm şəklində və nəticə etibarilə bu pasiyentləri biz əməliyyat icra edirik. Ancaq bu pasiyentlərə əlavə olaraq bildiririk ki, böyük yaşlı insanlarda uşaqlardan fərqli olaraq əməliyyat riski, qanama riski, anestezi riski, çünki yanaş xəstəlikləri də olur bu insanlarda, daha çoxdur və bu nüansda uşaqlardan fərqli olaraq onlara daha fərqli ağırlaşmaları, anestezi risklərini aydınlıq gətirməyə çalışırıq ki, bütün detalları danışmış olaq. Öz təcrübəmizdən danışası olsaq, elə bu yaxınlarda 11-12 yaşında bir oğlanı adenoidektomiya, tonzillektomiya əməliyyatı etdik. Amma biz bu əməliyyatı almamışdan öncə onda ciddi şəkildə radioloji müayinələr apardıq. Nəyə görə? Çünki müayinə zamanı burun udlaqda adenoid toxumasından daha biraz fərqli, çox qanlı bir toxuma izlədik və nəticə etibarilə biz həkimlər olaraq hər zaman bu daha başqa nə ola bilər deyə ağlımızın bir tərəfində saxlayırıq onsuz da. Juvenil angiofibrom şübhəsi, yəni damar mənşəli şiş olma ehtimalını çıxdaş eləmək üçün radioloji müayinələr elətdirdik və nəticə etibarilə çox şükürlər olsun ki, onda heç bir yeni törəmə aşkarlamadıq və biz onu adi adenoid tonzillektomiya əməliyyatına aldıq və əməliyyatımız çox şükür ki, yaxşı nəticələndi və hal-hazırda artıq o balamız tam sağalıbdır, əməliyyatından 2 həftə keçibdir. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. 1950-60-cı illərdə bir çox ölkələrdə insanlar xəstələnməsələr belə badamcıqları çıxartdırırdı. Sonralarda sübut olundu ki, bu yanaşma immun sisteminə zərər verə bilər. Bu səbəbdən hazırda əməliyyat meyarları sərtləşdirilib. Burun ətinə gəldikdə isə məlumdur ki, dünya üzrə uşaq eşitmə probleminin əsas səbəblərindən biri böyümüş burun ətidir. Bir çox uşaqlarda eşitmə zəifliyi əməliyyatdan sonra tam bərpa olunur.
Yaxşısı bu durum bu dəfəki məşhur qonaq rubrikasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası həm də müğənni Nərmin Əliyevadır qonağım. Necəsiz Nərmin xanım? Xoş gördüm sizi. Xoş gördük. Dəvətinizə görə təşəkkür edirəm. Mövzumuz burun və boğazda artıq ətdir və mən bildiyim qədərilə siz də burunda artıq ətdən bir dönəmlər əziyyət çəkmisiniz. İfaçı üçün də bu əslində böyük bir problemdir. Necə oldu Nərmin xanım bu problemi aradan qaldırdı? Doğrudan da bu böyük bir problemdir. Çünki burunda ət, ümumiyyətlə bütün burunda problem çəpərdir, ətdir. Onlar hamısı allergiya yaradır. Allergiyadan da əziyyət çəkirsən eyni anda. Sonra baş ağrıları verir. Gecə-gündüz başın ağrıyır. Həmin ərəfələrdə heç mən bilmirdim ki, burnumda problem var. Amma başım həmişə ağrıyırdı. Deyirəm, ay Allah, bu başımın ağrısı nə vaxt keçəcək? Səhər durursan başın ağrıyır. Axşam başın ağrıyır. Düşünürdünüz ki, miqrendir yəqin. Miqren də ola bilərdi, hə. Miqren elə bir şeydir ki, ağrısı arada kəsə bilər. Amma bu belə bir ağrıdır, elə bir kəsməyən ağrıdır. Çünki beyin kislorod almır. Ona görə də oksigen olmadığına görə baş ağrıyır. Əməliyyatdan sonra çox şükür ki, hər şey düzəldi. Allergiya aradan qaldırıldı. Baş ağrılarım azaldı. Bəzən də yox oldu demək olar ki. Yəni burun problemlərdə şükür artıq heç bir problemi yoxdur. Əsasən kiçik yaşlarda olur bu əməliyyat, amma mən bildiyim qədərilə sizin artıq bir müəyyən yaşınız olub. Necə oldu bunu deyirlər ki, riskdir də əslində. Çox böyük bir müayinələrdən keçməlidir. Həkim tərəfindən bir yetkin bir şəxs daha sonra bu əməliyyatı etdirməlidir. Sizdə necə oldu proses? Elədir, çünki uşaq olanda bütün əməliyyatları çox rahat şəkildə keçirdik, amma müəyyən bir yaşa çatdıqda çətin olur. Həkimim çox yaxşı həkim idi. Bütün müayinələrə göndərdi. Hətta dedi ki, nəsə bir problemin çıxsa ürəyində və yaxud hansı bir olur da, hansı bir orqanlarımızda bir problem olur, zəifçilik olur, onda əməliyyata götürməyəcəm. Çünki ətdən əlavə burunda gözü bir əyriliklər var idi. Ona görə estetik əməliyyat eləməli oldu. Çox razıyam, həkimdən də çox razıyam, nəticədən də çox razıyam. Əsas odur ki, nəfəs alıram. Çünki burnumun bir tərəfi ümumiyyətlə nəfəs almırdı. O bir tərəfi biraz nəfəs alsa da, bir tərəfi ümumiyyətlə nəfəs almırdı. Heç 1% də nəfəs almırdı. O təbii ki, çox böyük fəsadlar yaradır və damcılardan istifadə etməyə başlayırsan, damcılarda çox ziyandır. Bəli. Misal üçün mənim anam damcılardan 20 il istifadə elədi. Nərmin xanım, 20 il əslində çox uzun bir müddətdir və bu müddət ərzində də burun damcıları, spreyləri istifadəsi bir növ asılılığa gətirib çıxarır, hətta fəsadlar belə verir. Valideyninizdə necə oldu bəs bu? Necə xəbər tutdunuz ki, artıq bunu aradan qaldırmaq lazımdır? 20 il damcıdan istifadə elədi və çox böyük bir asılılıq yaratdı onda. Sanki damcını sumkaya atmadan panikaya düşürdü ki, damcını götürmədim, yadımdan çıxdı, nəfəs ala bilməyəcəm, ürəyim dayanacaq. O dərəcədə bir asıllıq var idi. Ondan sonra biz çox yaxşı bir həkim tapdıq. Həkim dedi ki, burunda ət falan yoxdur. Sadəcə bu damcılar. Ola bilsin ki, hansısa bir allergik reaksiya var idi, ona görə damcıdan istifadə edirdi. Çünki bildiyimiz qədər allergiya olanda, onda da nəfəsdə problemlər olur. Hətta burun qanamaları falan da olur. Bəli. Onu bilməyiblər, vaxtında müalicə etməyiblər. Damcıdan istifadə edib belə asıllıq yaradır. Rahatçılıq yarandığına görə damcıdan istifadə çox rahatdır. Bəli. Damcı elədi, nəfəs alırsan. Bəli. Amma onun fəsadları çoxdur. Ondan sonra kiçik belə bir əməliyyat kimi elədi. Burunun qabıqları, o damcılardan yaradan bütün qabıqları, bütün fəsadları hamısını çıxartdı. Bu kiçik əməliyyatdan sonra 3 gün keçdi və indiyənə qədər üstündən 7-8 il keçib artıq. Bir dəfə də olsun mamam damcıdan istifadə etməyib çox şükür. İndi Nərmin xanım öz ifalarında filan necə o nəfəsdə yaranan problemin aradan qaldırılmasından sonra hansı dəyişiklikləri hiss eləyir? Əslində səsdə, səs tembrində heç bir dəyişiklik, böyük bir dəyişiklik yoxdur. Ancaq özündə necə hiss eləyirsən, başının ağrıması, daha güclü olmağında təbii ki, səhnədə daha özümü rahat hiss edirəm. Çünki nəfəs almayanda başım hər zaman ağrıyırdı, fırlanırdı və o mənə bir növ narahatçılıq verirdi. Vaxtında həkimə müraciət etməlidirlər və damcılardan istifadə etməməlidirlər ən əsası. Müvəqqəti belə olsa onların keçiciliyi daha sonra bir növ asıllıq yaradır.
Elə biz də izləyicilərimizə məsləhət görürük ki, yaxşı mütəxəssis yanında olsunlar, çünki nəfəs alma önəmlidir. Burunda əgər ət varsa, mütləq onu aradan qaldırmaq lazımdır. Mütləq. Çox sağ olun, minnətdaram ki, bu günləri yaxşısı budurum, qonağı oldunuz, bizlə həm söhbət oldunuz. Mən sizə minnətdaram, çox sağ olun. Uğurlar işlərinizdə. Sağ olun. Burunda artıq ət tibbi adı ilə adenoid, üzüm salxımına bənzər formalı, burun ilə boğaz arasında yerləşən bir toxumadır. Adenoid orqanizmə burun vasitəsilə daxil olan mikrob və virusları özündə saxlayır, mikroblara qarşı mübarizə aparan maddələr ifraz edir. Əgər övladınızda davamlı və ya tez-tez təkrarlanan burun badamcığı böyüməsi və ya iltihabı varsa, həkiminiz burun əti əməliyyatını tövsiyə edə bilər. 7 yaşından sonra burun əti adətən geriyə sorulmağa meyilli olur və 10 yaşından sonra demək olar ki, normalda geriyə sorulmuş olur və insanlara artıq həyat keyfiyyətini pozmur, uşaqlara heç bir yan təsiri olmur. Amma burada da gözləmək olarmı sualı çox ciddi şəkildə müzakirə olunması gərəkən sualdır. Nəyə görə? Çünki əgər 3-cü, 4-cü dərəcəli adenoid toxuması varsa, yəni ki, burun udlağı deyək ki 70%, 80% qapayan adenoid toxuması varsa və uşağın 5 yaşı varsa, mən 5 il bunu necə gözləyim ki, bu uşağın həyat keyfiyyətini pozsun, apnoyası olsun, uşaqda ciddi şəkildə fəsadlar yaratsın, nədir? Bu burun əti öz-özünə sorulacaqmı? Bu qəti şəkildə yanlış yanaşmadır. Əgər 2-ci dərəcəli adenoid varsa və uşaqda ciddi bir simptomlar vermirsə, bəli, əlbəttə ki, biz bunu əməliyyat etmirik və gözləyirik. Amma yox, bayaq da qeyd etdiyim kimi 8 aylıq uşaqda apnoe yaradacaq dərəcədə, yəni tam burun udlağı qapayan adenoid toxuması varsa, heç bir şəkildə biz o uşaq böyüyəcək, bu geri sorulacaq, bu kimi nüansları qəti şəkildə nəzərə almırıq və birbaşa əməliyyat göstəricisi olduğunu həmişə valideynlərə bildiririk. 25 yaşında oğlan müraciət edir ki, doktor, məndə tez-tez burnum qanayır, mən baxdırmışam, deyirlər ki, səndə burun əti var. Adətən o yaşda burun əti olmur. Dediyim kimi 10 yaşdan sonra geri çəkildiyi üçün adətən o yaşda burun əti biz gözləmirik. Yox, deyək ki, girdik buruna, həqiqətən də orada bir törəmə şəklində bir şey gördük və tez-tez qanama şikayətləri varsa, bu kimi halda biz artıq ona burun əti, sadə bir burun əti, uşaqlarda gördüyümüz bir burun əti kimi deyil də, yeni törəmə olaraq yanaşırıq və bunun bir mənalı olaraq detallı müayinəsini istəyirik. Çünki biz burada artıq fərqli patologiyalar axtarırıq. Burun əti əməliyyatından sonra sağalma prosesi adətən bir neçə gündən bir həftəyə qədər dəyişir. Əməliyyatdan sonra bol maye qəbul etmək, yumşaq, ilıq qidalarla qidalanmaq sağalmanı sürətləndirir. İlk günlərdə ağrı və yüngül boğaz yanması hiss olunur. Bu zaman həkimin tövsiyə etdiyi ağrı kəsicilərdən istifadə edilməlidir. Həddindən artıq isti, ədviyyatlı və ya sərt qidalardan çəkinmək lazımdır. Bundan başqa əməliyyatdan sonra infeksiya riskini azaltmaq üçün gigiyena qaydalarına diqqət etməlisiniz. Burun açıcı spreylər, antihistaminlər və ya antibiotiklər infeksiya və iltihabı azaltmağa kömək edir. Əməliyyatdan sonra sağalma prosesi sürətli olduğundan uşaqlar bir neçə gün ərzində normal həyatlarına qayıda bilirlər. Müalicə prosesində həkimin tövsiyələrinə əməl etmək çox vacibdir. Burun-boğaz əti əməliyyatı reabilitasiya dönəmi, yəni əməliyyatdan sonra sağalma dönəmi 1-2 həftə çəkir. Amma bu əlbəttə ki, fərdidir, çünki orqanizmlər fərqli sağalır. Ancaq biz burada da bir nüansı həmişə pasiyentlərimizlə müzakirə edirik. Əməliyyat oldum, daha sonra rayona qayıtmaq və yaxud da əməliyyat oldum, daha sonra təyyarəyə minmək. Bu kimi nüanslar çox önəmlidir. Bunları biz qəti şəkildə tərəfdarı deyilik və bacardığımız qədər bu nüansları valideynlərlə, pasiyentlərlə müzakirə edirik. Ümumilikdə götürdükdə isə burun-boğaz əməliyyatı sağalma dönəmi tək burun əti icra olunarsa 1 həftə 10 gün, burun-boğaz əti əməliyyatı icra olunarsa 2 həftə 15 gün olaraq qəbul edirik. Qeyri-steroid spreylərdən istifadə edirik. Allergiklərdə daha çox istifadə olunur. Neyinir? Adenoidlər kiçilir və bu zaman nəfəs almadır. Bir də antihistamin və ya montelukaslar allergiklərdə daha effektlidir. Bir də dediyim kimi allergik yaradan faktorları aradan qaldıraraq bunu effektli ola bilir və bu zaman belə deyək də lor həkimi ilə birlikdə əlaqədə oluruq və onların da müayinəsi zamanı əgər
bu müalicəyə, konservativ müalicəyə cavab verirsə, əməliyyata ehtiyac olmur. Əslində hər böyüyən burun ətinin adenoid təhlükəli deyil. Bu dediyimiz virus infeksiyalarına bağlı ola bilər, allergiya ilə bağlı ola bilər. Bir də tez-tez xəstələnmə hallarında müşahidə olunur. Bu zaman nə olur? Limfoid toxuma şişir və müvəqqəti böyümə olur. İnfeksiya keçdikdən sonra 2-4 həftə ərzində normallaşa bilir. Yaşla bağlı keçə bilir, bəli. Əsasən dediyimiz allergik rinit olanlarda daha çox rast gələ bilirik. Adenoidlər böyüyür. Bir də allergen yaradan faktorları uzaqlaşdırdıqda bunlar azala bilir və ona görə də əsasən onu fərqləndirmək lazımdır, belə deyək. Normal 1-2 gün uşaq biraz halsız ola bilər, amma 7-10 günə tam toparlaya bilir. Adenoidlərdə çox yox, yəni badamcıqların əməliyyatında orada həkim yəni yüngül qidalar, zaten iltihabi proseslər toparlanana qədər ondan sonra normal, yəni 7-10 gün sonra normal qidalanmasına davam edə bilir uşaqlar. Artıq bildik ki, xoruldama, bitməyən boğaz ağrısı bizə sağlamlığımız haqqında yaranan problemi aradan qaldırmaq üçün bir işarədir. Gələn həftə yenidən yaxşısı budur da görüşərik. Hələlik.